2025-ci il 8-ci siniflər üçün keçirilmiş fizika fən olimpiadasının 3-cü sualına baxaq. Temperaturu 10 dərəcə Selsi olan 500 qram suya temperaturu 70 dərəcə Selsi olan nə qədər su əlavə etmək lazımdır ki, qərarlaşmış temperatur 40 dərəcə Selsi olsun. Məsələ fizikanın istilik miqdarı mövzusuna aiddir. İstilik miqdarı mövzusunu yada salaq. Düsturumuz Q bərabərdir Cm delta T'dir. Burada delta T temperatur dəyişməsini göstərir. Əgər cisim istilik alarsa, onda Q sıfırdan böyük olacaq. Onda temperatur dəyişməsi son temperatur minus ilkin temperatur olacaq. Əgər cisim istilik verərsə, onda Q sıfırdan kiçik olacaq. Bizim temperatur dəyişməmiz ilkin temperatur minus son temperatur olacaq. Məsələnin həllinə baxaq. Soyuq suyun temperaturu 10 dərəcə Selsi, soyuq suyun kütləsi 500 qram, isti suyun temperaturu 70 dərəcə Selsi, qarışığın son temperaturu 40 dərəcə Selsi, su üçün istilik tutumu 4200 Joule bölünsün kiloqram vur dərəcə Selsi. Bizdən əlavə olunmalı isti suyun kütləsi soruşulur. Məsələni analiz edək və düsturları yazaq. Qarışma zamanı soyuq su istilik alır. Ona görə Q1 bərabərdir Cm1 T qərarlaşan minus T1. İsti su istilik verir. İsti su üçün istilik miqdarını qeyd eləyək. Q2 bərabərdir Cm2 vur T2 minus T qərarlaşan. Enerji qorunmasına görə Q1 bərabərdir Q2 olur. Cm1 vur T qərarlaşan minus T1 bərabərdir Cm2 vur T2 minus T qərarlaşan. Bərabərliyin hər iki tərəfindəki C-lər ixtisar gedəndən sonra M1 vur T qərarlaşan minus T1 bərabərdir M2 vur T2 minus T qərarlaşan olur. Burada əlavə olunmalı isti suyun kütləsini tapmalıyıq. M2 bərabərdir M1 vurulsun T qərarlaşan minus T1 bölünsün T2 minus T qərarlaşan. Son ifadədən istifadə edərək məsələni həll edə bilərik. M2 bərabərdir 0,5 vur 30 bölünsün 30 bərabərdir 500 qram. Yəni 0,5 kiloqram. Avtomobil yolun yarısını 30 km/saat sürətlə hərəkət etmişdi. Avtomobil yolun ikinci yarısını hansı sürətlə hərəkət etməlidir ki, bütün yolda orta sürət 40 km/saat olsun? Məsələ orta sürət mövzusuna aiddir. İlk öncə məsələni analiz edək. Bizə fərz eləyək ki, S uzunluğunda yol verilibdir və avtomobil bu yolun yarısını, yəni S1 bərabərdir S bölünsün 2 30 km/saat sürətlə V1 bərabərdir 30 km/saat sürətlə hərəkət edib. Yolun ikinci yarısını hansı sürətlə, yəni V2 bərabərdir sual və yolun ikinci yarısı olduğuna görə S2 bərabərdir S bölünsün 2 olacaq. Hansı sürətlə hərəkət etməlidir ki, bütün yolda orta sürət, yəni V orta bərabərdir 40 km/saat olsun. Məsələnin verilirlərini qeyd eləyək. Verilir S1 bərabərdir S bölünsün 2 S2 bərabərdir S bölünsün 2. Daha sonra V1 bərabərdir 30 km/saat V orta verilibdir 40 km/saat. Bizdən V2 soruşulur. Məsələnin şərtindən aydındır ki, yolun birinci hissəsindəki sürətlə orta sürət üst-üstə düşmür.
Yəni bir-birindən fərqlidir. Onda yolun ikinci hissəsindəki sürət də yolun birinci hissəsindəki sürətdən fərqli olacaq. Əgər sürətlər fərqli və qət edilən yollar eynidirsə, onda bu yolları qət etmək üçün sərf olunan zamanlar da bir-birindən fərqli olacaq. Bu zaman məsələmizdə məchulların sayı çox olduğundan biz elə orta sürət üçün düstur çıxartmalıyıq ki, orada zaman olmasın. Verilənləri yazdığımıza görə düstur hissəsinə keçək. Yuxarı hissəni kiçildirəm. Düsturlar. V orta bərabərdir. Delta S bölünsün delta T. Delta S yerinə S1 və S2-ni qoyacağıq. S1 üstəgəl S2. Delta T-nin yerinə T1 üstəgəl T2 olacaq. Çünki yollar 2 ilə bölünüb. Birinci hissə üçün T1 qət olunubdur. İkinci hissə üçün T2 zaman müddətində qət olunub. T1 üstəgəl T2 bərabərdir. S1 üstəgəl S2. Bu hissəyə diqqət edək verilənlər hissəsində. S1 verilibdir, S2 verilibdir. S bölünsün 2 və S bölünsün 2-ni cəmləyəndə bizə ümumi S verəcək. Ona görə S bölünsün T1 üstəgəl T2. T1-in yerinə S1 bölünsün V1. T2-nin də yerinə S2 bölünsün V2 yazaq. Və bizdə S1 və S2 verilibdir. Bu bərabərlikləri burada yerinə qoyaq. Onda alınacaq S bölünsün 2 V1 üstəgəl S bölünsün 2 V2. O da bərabərdir. S bölünsün, məxrəcə biraz əl gəzdirək. Məxrəcdə 2 V1 V2, onda S V2 üstəgəl S V1 olacaq. O da bərabərdir. 2 V1 V2 vur S bölünsün. S-i mörtəzə xaricinə çıxarsam V1 üstəgəl V2 alınacaq. Burada S-lər ixrac olunacaq. Beləliklə biz orta sürətin düsturunu çıxarmış olduq. V orta bərabərdir. 2 V1 V2 bölünsün V1 üstəgəl V2-yə. Məsələnin şərtinə görə biz yolun ikinci yarısındakı sürəti tapmalıyıq. Yəni V2. Onda çarpaz qaydasına görə V orta V1 üstəgəl V orta V2 bərabərdir 2 V1 V2. Bu hissəni bərabərliyin sağ tərəfinə keçirək. Onda V orta V1 bərabərdir 2 V1 V2 minus V orta V2. Bunu nəyə görə etdik? Biz V2-ni bərabərliyin bir tərəfində tək saxlamalıyıq. Burada da göründüyü kimi V2 və V2 bərabərliyin bir tərəfinə keçirdik ümumilə.
Bərabərliyin digər tərəfində V2 ifadəsi yoxdur. İndi bərabərliyin sağ tərəfində V2-ni tək qoyaq. V orta V1 bərabərdir. 2V1 minus V orta vur V2. V2-ni tək saxlasaq, alınacaq V orta V1 bölünsün 2V1 minus V orta. Bu da bərabərdir V2-yə. Biz yolun ikinci yarısındakı sürəti tapdıq və V orta 40 km/saatdır, V1 də 30 km/saatdır. Sonuncu ifadədə yerinə qoyub həll eləyək. Həlli. Bunda V2 bərabərdir. V orta, yəni 40 vurulsun V1 30 bölünsün 2 vurulsun V1 yəni 30 minus V orta 40 da bərabərdir bölünsün 20-yə. O da eləyəcək 60 km/saat.